Salam əziz tələbələr. Biz bu gün natural adlər mövzusuna aid birinci kvizi işləyəcəyik. Kvizlər ümumiyyətlə 3 hissədən ibarətdir. Bu demək olar ki, ən asan kvizdir. Növbəti kviz nisbətən çətin, ondan sonrakı isə ən çətin kvizimizdir. Əgər siz də bunu işləmək istəyirsinizsə, yəni bu testi işləmək istəyirsinizsə, ilk növbədə Telegram kanalımıza daxil olub test işləyib ondan sonra izahına baxa bilərsiniz. Və ya videonu dayandırıb da işləyə bilərsiniz, fərq etmir. Yəni əsas odur testləri işləyib qavraya bilərsiniz. Başlayaq birinci sualdan. Birinci sualda 49346 ədədində neçə minlik var, onu bizdən soruşur. Baxın, bu tipli suallarda hansı bir mərtəbə vahidini soruşursa, məsələn, mini soruşursa bizdən, yazıram 1000. Baxıram, 1000-də neçə sıfır var? 3 sıfır var, düzdürmü? O zaman bu ədədin sonundan əvvələ 3 ədədini silirik. Yəni 6, 4, 3. Bu ədədləri sildim, nə qaldı? 49. Yəni 49 minlik var. Məsəl üçün, bizdən sorursaydı ki, neçə yüzlük var, o zaman nə edəcəkdik? Məsələn, baxıram ki, 100, 100-də 2 sıfır var. Və buradan 2 sıfır, daha doğrusu 2 ədəd siləcəm. Qalacaq 493 dənə yüzlük var. İndi bizdən minlik soruşuna görə 3 ədəd sildim. Cavab A variantı olaraq qeyd edirəm. Növbəti sualımız, güvən kitablarında topluları demək olar ki, buna rast gəlmişsiniz. Ardıcıl ədədlər. 3 ardıcıl ədədin cəmi 33-dür. Baxın, bu tipli suallarda birinci ədədimizi həmişə hər hansı bir dəyişənlə götürün. Fərq eləmir, M olsun, N olsun. Mən çox vaxt X götürürəm. X. Bundan sonraki ədəd. Baxın, ardıcıl ədədlər neçə artır? Neçə artır? 1 vahid artır. Yəni, bundan sonraki ədəd olacaq əlbəttə ki, X üstə gəl 1. Və üçüncü ədədimiz nə olacaq? X üstə gəlsin 2. 1 vahid artırdım. Və bunların cəmi 33-dür. İndi mən bunların üçünü də toplayıb bərabər eləyəcəm 33-ə. X üstə gəl. İkinci ədədimizi toplayıram. Üçüncü ədədimizi toplayıram. Bərabər eləyirəm 33-ə. 3x bərabərdir. Buradan 1-in üstünə 2, 3. Bunu da sağa keçirdən də qalır 30. 30-u da bölürəm 3-ə 10. Məndən nəyi soruşur? Ən kiçik ədədimiz. Əlbəttə ki, məlumdur ki, ən kiçik ədədimiz x olacaq. Yəni, x-in də elə qiyməti 10 olaraq götürüb qoyacam yerinə. Digər ədədlərimizi tapmaq istəyirsinizsə, yerinə qoyub 11 və 12 olaraq yaza bilərsiniz. Əgər ikinci və yaxud üçüncü ədədimizi soruşsaydı. Bu belə. Burada deməli cavabımız oldu 10. D variantı. Keçək növbəti sualımıza. Növbəti sualımızda cüt olarsa aşağıdakılardan hansı təkdir? Bunu soruşur bizdən. Aha, tamam. Deməli, belə bir ifadə verib. Deyir, bu ifadə cüt olarsa aşağıdakılardan hansı təkdir? Burada qüvvətə fikir verməyin. Ümumiyyətlə, bu tipli suallarda qüvvətə fikir verməyin. Çünki, məsəl üçün, cütün üstü nə olur? Məsələn, cütün üstündə n yazıram, bu n natural ədəd olmalıdır. Məsələn, 2 üstü 5. Məsələn, bu cütdür. Avtomatik olaraq deyin ki, cütdür. Çünki, yazı saxlayın, cütün üstü, yəni qüvvəti, natural ədəd olması şərti ilə neçə olur olsun, istəyir milyon olsun, fərq eləmir. Yenə bu ədəd cüt olacaq. Tək də eyni qayda ilə, baxın. Təkin üstü də istəyir milyon olsun, istəyir milyard olsun, fərq eləmir. Yəni, burada bu ədəd bizə nə verəcək? Tək verəcək. Ona görə qüvvətlərə fikir verirəm. Biz qüvvətləri indi qaralayacam üstünü. Məsələn, burada 7, 2 mənə lazım deyil. Baxın, deyir bu ədəd cüt olarsa. Yəni, eyni yerinə deyir, hansı ədəd qoyduqda cüt eləyir. Mən də fikirləşirəm ki, yəni 1 qoysam, 5 vur 1 üstə gəl 11. Nə verəcək? 16. Hə, mənə cüt verdi. Deməli, mənim enim tək ədəd olmalıdır. Cüt qoysam, mənə, gəlin cütü də yoxlayaq da, 2 qoyuram. 5 vur 2 üstə gəl 11. Nə verdi bizə? 21. Tək verdi. Amma bizdən cütü soruşur. Enin yerinə deməli, tək ədəd qoyduqda bu ifadə cüt olur. İndi aşağıdakılardan hansı təkdir? Yəni, biz enin yerinə 1 qoyduqda, gəlin 1 qoyaq. İndi bu 1-i aşağıda variantlarda yoxlayırsınız. Məsələn, mən C-də yoxlamaq istəyirəm. 1-in kvadratı üstə gəl 1. Nə verdi mənə? 2. Cüt verdi. Və yaxud Y-də yoxlayıram. 1 üstə gəl 1, 2 verdi. 2-nin də kvadratı 4. Yenə cüt verdi. Amma D variantında 1-in üstünə 2 gələndə mənə nə verəcək? 3 tək ədəd verdi. Ona görə mənim cavabım elə burada nədir? D variantıdır. Bu belə. Bu tipli suallarda qüvvətə fikir vermək sizi, belə deyim, çətinliyə sala bilərlər. Dördüncü sual. Deyir, bölən 7 natamam qismət 6 qalıq 3-dür. Bu tipli suallara da rast gəlmişik. Asan bir sualdır. Yəni, normalda necə olmalıdır? Bölən, natamam qismət, yəni natamam qismət. Qalıqdakı, qalığı da indi burada verib, indi biz hələ ki, dəyişənlərlə yazırıq, yəni hərflərlə yazırıq. Məsələn, bölən, natamam qismət, bir də qalıq. İndi burada bölən nədir?
7. Bölünənə bir x deyirəm. Natamam qismət nədir? 6. Qalığımız nədir? 3. İndi gəlin buradan x-i tapaq. Burada nə edirsiniz deməli? Natamam qismətlə böləni vurursunuz bir-birinə. Yəni 7-ni vurur 6-ya, qalığı da üstünə gəlir. Olur nə? 7 vur 6, 42, 42-nin üstünə də 3, 45. Cavabımız nə oldu? C variantı. Bu belə. Keçək növbəti suala. 12-yə bölünmə əlamətidir. 12-yə bölünmə əlamətini bir çoxunuz bilirsiniz. Bilməyənlərə də indi göstərəcəm. 12-yə bölünmə əlamətində, yəni ədəd həm 3-ə, həm 4-ə eyni anda bölünməlidir. Baxın, 12-yə həm 3-ə, həm 4-ə eyni anda bölünməlidir. Yəni, biri bölünüb, digəri bölünməsə bu düzgün olmur. Məsələn, 12-yə bölünmə. Məsələn, mən yoxlamaq istəyirəm. İlk növbədə gəlin, 4-ə bölünmə əlaməti nədir? Son 2 rəqəmi 4-ə bölünmə. Yəni, bu qaydadır. Məsəl üçün, belə bir misal yazıram. 364. Baxın, son 2 rəqəminə baxıram ki, 64 4-ə bölünür. Hə, deməli, bu ədəd 4-ə bölünür. Bu şəkildə. İndi mən bunu variantlarda yoxlayacağam. Son 2 rəqəminə baxıram. Məsələn, burada baxıram 14-ə bölünmür. Bunun üstünü xətt çəkdim, getdi. 34-ə bölünmür, xətt çəkdim, getdi. 91 4-ə bölünmür, xətt çəkdim, getdi. Hə, baxıram, burada 40-dan 20 bölünür. Artıq 4-dən qutardım. Yəni, mən 3 variantı sildim, 2 variantım qalıb. İndi rahat şəkildə indi digərlərini də həll edəcəm. 3-ün əlaməti nə idi? Rəqəmləri cəmi 3-ə bölünən ədədlər. Rəqəmləri cəmi. İndi rəqəmləri cəminə baxıram. Məsələn, A variantına baxaq. 5 üstə gəl 4, 9, 9 üstə gəl 3, 12, 12 üstünə 4, 16. 16 üstünə də 0, elə 16 verir. Bu ədəd 3-ə bölünmür. Ona görə A variantını sildim. B variantına 9, 6, 4 nə verdi bizə? 19. 19-un üstünə 2, 21. Hə, görürəm 21 nədir? 3-ə bölünür. 3-ə də bölünür, həm də son 2 rəqəm 20 olduğuna görə 4-ə bölündüyünə görə bu ədəd həm 3-ə, həm 4-ə eyni anda bölündüyünə görə mən deyə bilərəm ki, bu ədəd 12-yə bölünür. Ona görə cavabımız B variantı. 6-cı sual, 7-ci suallara fikir versəz, natural ədədlər mövzusunu keçərkən bu düsturlara rast gəlmisiniz. İndi mən düsturları da yazacağam, sonra üzərində verilmiş testləri də həll edəcəm. Baxın, birinci 6-cı sualdan başlayıram elə. Əbob AB vurulsun Əkob AB. Baxın, bu tipli suallarda AB-lər, yəni Əkobla Əbobu, hansı ədədlərin ki, Əbob və Əkobunu soruşur, həmin ədədlər eyni olmalıdır. Yəni, A ilə B, əgər məsələn, burada 3-dən 4-sə, burada da 3-dən 4 olmalıdır, məsəl üçün. Bu zaman düstur nəyə bərabər olur? İndi onu da yazaq. Bərabərdə A vur B-yə. Yəni, bu bir qayda olaraq bu formada həll olunur. A vur B. İndi məndən görün nə soruşur? 16, 24, 16, 24 hasilini soruşur. Elə mən burada özümü yormuram. Elə 16-nı 24-ə vururam. Cavab 384. Qutardı getdi. Digər sualda isə nisbətini soruşur. Nisbətini soruşanda da, baxın, indi göstərir. Nisbətini soruşanda da ortaq olmayan sadə vurğuların hasili. Ortaq olmayan sadə vurğuların hasilidir. Məsələn, Əkob AB bölünsün Əbob AB bərabərdir C. Bu formada yazılır. İndi AB-lər burada da eyni olmalıdır. Bayaq hasildə dediyim kimi. Məsələn, indi 18 ilə 24 verib, mən bunu vurğularına ayırıram. 9, 3, 3, 1. 24, 24-ü 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. Ortaqları birinci üstünü xəttləyirəm. Ortaqların üstünü xəttlədim. Baxıram ortaq olmayanlara. Baxın, ortaq olmayanlar da hansılardır? 2, 2, 3. Bunların hasili mənə C-ni verir. 2 vur, 2 vur, 3 bərabərdir nəyə? 12-yə. Cavabımız Y variantı. Bu belə. Bu sual da getdi. Keçək növbəti suala. Bunu silək birinci. Deməli, rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədədlə ən böyük 3 rəqəmli ədədin cəmini tapın. Baxın, rəqəmləri müxtəlif deyirsə, burada sizi çaşdıra bilərlər necə? Baxın, rəqəmləri müxtəlif deyəndə hər ikisinə aiddir bu. Yəni, ən kiçik 3 rəqəmli ədəd və ən böyük 3 rəqəmli ədəd, bunların üçünün də rəqəmləri müxtəlif olmalıdır. Ən böyük 3 rəqəmli ədədimiz, rəqəmləri müxtəlif nə deməkdir? Yəni, 999 olsa, üçü də eyni olur. Avtomatik olaraq 987 götürərəm. Ən kiçik 3 rəqəmli ədədimizdə bir çox tələbə həmişə belə yazır, 123. Amma bu ən kiçik deyil, ən kiçiyi sıfırımız da var axı. 102 olaraq götürəcək. Yəni, 102, indi məndən bunların nəyi istəyir? Cəmini istəyir.
9, 8, 10. Cavab nədir? B variantı. Qutardı getdi. Bu qədər sadə. Keçək növbəti bir suala. 9-cu sual. Bu aşağını silək, bizə mane olmasın. 24 ədədinin natural və tam bölən sayların cəmini tapın. Yəni, ümumiyyətlə, bir ədəd verib onu sadə vurğulara ayıranda, natural ədədlər verilirsə, tam bölənlərdə deyəndə, natural bölənlər var, bir də tam bölənlər var. Natural bölənlər, məsəl üçün 5-dirsə, tam bölənlər 10 olacaq. Yəni, naturalın 2 qatı olacaq. İndi 24-ü yazacam, vurğularına ayıracam, görəcəksiniz. Sadə vurğularına ayırım. Məsələn, 24-ü sadə vurğularına ayıraq, gəlin. 2, 12, 2, 6, 2, 3, 3, 1. Baxın, 3 dənə 2 olduğuna görə yazıram. 3 üstü 3 vurulsun, 3 üstü 1. Bax, bizim işimiz bunun üzərindəndir. Natural böləni tapanda, natural bölən sayını tapanda, qüvvətlərin üzərinə 1 gəlib, bir-birinə vururuq. 3 üstə gəlir 1, bir də 1 üstə gəlir 1. O da bərabərdir nəyə? 8-ə. Bu natural bölənlər. Tam bölənlər deyəndə isə, yazı saxlayın, tam bölən deyəndə bunların mənfiləri də nəzərə alınır deyə. Ona görə bir dənə, elə ki, 8 dənə yenə ədədimiz var. Elə 8 dənə müsbət, 8 dənə mənfi. Ona görə 2 qatı götürülür. Deməli, natural ədədimiz 8 dənə olsa, tam bölənimiz, yəni natural bölənimiz 8 dənə olsa, tam bölənimiz də 16 dənə olacaq. İndi bizdən də bunların cəmini istədiyinə görə elə 16-ın üstünə 8 gələcəm, B variantını qeyd edəcəm. Keçək növbəti suala. Hansı ədədlər qarşılıqlı sadədir? Qarşılıqlı sadə ədədlərə gəlin fikir verək. Baxın, 3 ilə 12. Baxın, 3-ün vuruqlarına bax, 1 ilə 3. 12-nin vuruqlarına baxaq. Yəni, ortaq vuruq olmamalıdır. 2, 4, məsələn, 3, 6, 12. Baxın, burada ortaq vuruq var. Fikir verirsiniz, 3, 3. Buna qarşılıqlı sadə ədəd adlanmırlar. Ona görə C variantını sildim. Məsələn, 12, 4. 12, məsələn, 4 nədir? 2 vuruğu var 4-ün, 4 vuruğu var, 1 vuruğu var, 1-i saymıram. Məsələn, 12-də nədir? 2 var, 4 var, 6 var. Görürsünüz, yenə 2 ilə 4-lər nədir? Ortaqdırlar. Y variantı da getdi. 14 ilə 16-ya baxaq. 14-də 2 vuruğu var, 16-da da 2 vuruğu var. Ona görə yenə ortaq vuruq olduğuna görə bunları da saymıram. Məsələn, 11 ilə 22, 11 ilə 22. 11 nədir? 11 vur 1 deməkdir. 22 nədir? 2 vur, 11 deməkdir. Yenə ortaq vuruq var. Deməli, A variantı da getdi, B variantı getdi, qaldı Y variantı. Y variantında ortaq vuruq yoxdur, 1 sayılmır. Əslində, ortaq sadə vuruq deyirlər. 1 nə sadə, nə mürəkkəb ədəd olduğuna görə sayılmır. Ona görə cavabımız burada Y variantı olaraq qeyd olunacaq. Sonra, keçək deməli 11-ci sualımıza. Deyir, bu şərti ödəyən n natural ədədlərin sayını tapın. Baxın, bunu yazıram bu şəkildə. Baxın, bunun hər tərəfinə 3 əlavə edirəm. Məsələn, buradakı 3, deyəcəm indi nə əlavə edirəm. Bunun üzərinə 3 əlavə eləsəm, 5-in üstünə 3 gələndə 8. Baxın, bunun üzərinə 3 gəldikdə, mənfi müsbət. Yəni, iləridəki mövzularda yəqin ki, keçmişsiniz. Yaxud hələ keçməmişsiniz, keçəcəksiniz. Əks ədədlərdə bunlar mənfi 3-dən müsbət 3, bunları toplayanda 0 eləyir. Bu getdi. Nə qaldı? 2n. Bunu da üzərinə 3 əlavə eləməliyəm. Bu da eləyəcək 16. Sonra bunun hər tərəfini 2-yə bölürük. Bu da eləyəcək 8. İndi mənə nə deyir? Natural ədədlərin sayıdır. Bu aralıqdan sonra natural ədədlər yerləşir. 5-dir, 6-dır, 7-dir. Sayını istədiyinə görə elə mən burada B variantını götürərəm. Bu da belə. Növbəti suala baxaq. Aşağıdakılardan hansı sadə ədəd deyil? Sadə ədəd. Baxın, sadə ədədlər, mürəkkəb ədədlərin 2-dən çox böləni olmalıdır. Məsələn, sadə ədəd yazıram 5. 5 nədir? 1 və 5-dən ibarət. 1 vur 5. Amma məsələn, 8. 8 nədir? 2 vuruğu var, 4 vuruğu var. Məsəl üçün, 2 vur 4. Məsələn, 1 vur 2 vur 4. Bölənləri çoxdur da bunun. Məsələn, 8-in özü də bunun bölənidir. 2-dən çox böləni var. Amma tək deyirəm daha doğrusu. Sadə ədədlərdə bir birə bölünməlidir, bir də özünə bölünməlidir. Başqa heç bir ədədə bölünə bilməz. İndi burada hansı sadə ədəd deyil dedikdə siz bunu belə yoxlaya da bilərsiniz. Burada cavab A variantıdır. Çünki 91, indi bunu yoxlamaq lazımdır. Siz burada daha, məsələn 29-a baxan kimi deyəsiniz ki, bunun harası belə deyim, mürəkkəbdir bunun.
Yəni bu mürəkkəb deyil. Sadədir bu. Bu da sadədir. 41 sadədir. 83 sadədir. 91-də amma 7 vuruğu var deyə, baxın. Məsələn, bir dəfə yerləşdi 21, 21-ci 7, 3. Yəni bu 7 vur 13 deməkdir. Bir də 1 var. Fikir verdiniz 2 dənədən çoxdur böləni. Bir də 91-in özü də bunun bölənidir. Yəni 91-ə də bölünür, 13-ə də bölünür, 7-yə də bölünür, 1-ə də bölünür. Yəni 2-dən çox böləni var. Bu mürəkkəbdir. Ona görə cavab A variantıdır burada. Keçək növbəti suala. Deməli, burada cavab A oldu. İndi növbəti suala baxaq. A və B ardıcıl tək natural ədədlər olarsa, əbob AB-ni tapın. Əbob AB-ni tapın. Ardıcıl tək natural ədədlər, yazıda saxlayın. Ardıcıl tək natural ədədlərin, məsələn, AB verib də, məsələn, olsun 5 ilə 7. Ardıcıl tək natural ədədlərin əbobu hər zaman 1-ə bərabərdir. Əkobu isə hasillərinə bərabərdir. Yəni, bunu konkret olaraq yazıda saxlayın. Ardıcıl tək ədədlərin əbobu hər zaman 1-ə, əkobu isə onların hasilinə bərabərdir. Baxın, əkoba aid də variant qoymuşam, bura çaşası deyir. Amma, məsələn, burada əbobu soruşduğuna görə elə biz nə götürəcəyik? 1 götürəcəyik. Fərq eləmir. Məsələn, ardıcıl tək ədəd, məsələn, götürürəm 999, bundan sonra gələn ardıcıl tək ədəd nədir? 1001. Baxın, bunu verən kimi heç ayırmağa ehtiyac yoxdur. Ardıcıl tək ədəd də əbobu 1-ə bərabərdir. 14-cü suala baxaq. 14-cü sualda deməli nə deyir? Aşağıdakılardan hansı yanlışdır? Bayaq buna aid yuxarıda dedim, cütün üstü nə olur olsun cütdür, təkin üstü nə olur olsun təkdir. Bax, burada da rast gəlmişik. Bax, Y variantı. Təkin üstü nə olur olsun təkdir. Y variantı getdi. Yanlışı soruşur. D variantı da getdi. Cütün üstü nə olur olsun cütdür. Hə, burada yerinə ədəd qoyub da tapa bilərsiniz. Məsələn, 1 ilə 3 götürürəm. 2 dənə tək ədəd nə verdi mənə? 4. Amma burada nə deyir? Təkdir. Deməli, cavab C variantı. Digərlərini də yoxlayaq. Cütü nəyə vursaz, onsuz da cüt eləyəcək. Məsələn, 2, bu da olsun, nə bilim, 19. 2-ni 19-a vurduq, 38. Cüt verdi. Təkin üstünə cüt gələndə tək verir, əlbəttə düzdür. 2-nin üstünə üst gəldim, məsəl üçün. Biri tək, biri cüt, 5 verdi, tək verdi. Elə burada cavab C variantı olaraq götürəcəyik. Gələk sonuncu sualımıza. Qismət bölünəndən 12 dəfə kiçikdir, böləni tapın. Mən bu sualı sizə tapşırıram. Bunu izləyib 15-ci sualdır. Yəni, sadə primitiv bir cavabı var. Əslində, bir çoxunuz bunu şifahidə tapa bilərsiniz. Bu testin cavabını, yəni şərt bölməsində yazın, qeyd edin. Asan sual bu. İndi keçək nəyə? Bunun ikinci hissəsi də var. İkinci hissəsi, belə deyim, müəyyən bir vaxtdan sonra paylaşılacaq. Yəni, bu sualı, bu testləri blok tipli, buraxılış tipli suallardır. Düzdür, blok tipli daha çətin düşür, amma buraxılış tipli suallar demək olar ki, bunlarla uyğun gəlir. Bu qədər dostlar, izləyib abunə olmağı unutmayın. Növbəti paylaşımlarımız da gələcək. Hələlik.